Kelamın hakkı yoktu değilsin. Ama Zəlimxan Yaqubun Seymurov hakkında böyle ona benzetme bir şekli var. Deyir ki, arılar, gülmənəm, qonun üstümə. Məndən nə çəksəniz, saf çəkərsiniz. Başına götürər ətrin dünyanı, sözün gülşənində kef çəkərsiniz. Durnalar, yerləri göylərə qatdım. Sizinlə uçmağa hər gün can attım. Elə ki, torpağın altında yattım, məzarım üstündə səhv çəkərsiniz. İnsanlar, ürəyim quzu təhmələr, başım nələr çəkdi, dünyadan nələr. Hansı gün Zəlimxan ölüb desələr, o gün bircə dəfə of çəkərsiniz. Seymur of çəkməli olandır. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Mən Seymur qardaşla fəxr eləyirəm. Fəxr eləyirəm, Seymur adına fəxr eləyirəm ümumiyyətcən. Yəni Seymur qardaş fəxr eləməli qardaşıdır. Allah ona qəni-qəni rəhmət eləsin. Məkanı cənnət olsun. Allah rəhmət eləsin. Həqiqətən də qanaşımız qəhrəman döyüşçüydü. qəhrəman döyüşçüydü, yaxşı olanı idi. Bir hafta qeyd olundu, danışmaqla qutarası deyil. Seymur, yəni bugünkü gündə onun qardaşına səbir, yerdə qalanlarına can sağlığı. Allah ona rəhmət eləsin. Amin Allah. Elə o adın qoyub gedib. Bəşir, Bizim üçün şərəf. Sərvan, əziyyət çəkib gəlmişsiniz, ziyarət edirsiniz, irəl durun. Bəşir, Hamıdan nətər deyim, mehriban, insan övladı o boyda, məsələn, bədən yiyəsi da, Allah rəhmət eləsin ona. O qədər mehriban, o qədər yumuşaq insan idi ki, adam ona baxanda, bir gün nətər yəni, bu belə insan. İnsan dəyərləri çox idi. Çox dəyərli. Dəyərli insan idi. Qardaşlar, mən bir söz deyim, bax, hamımız yığılmışıq bura. Bizim yığılma səbəbkarımız qardaş, bax bu Allah kömək olsun. Şirin kişidir. Şirin kişi. Bəşir, Şirin olur. Qara, da qara qarayıb. Bax, bunun hesabına yığılmışıq. Hamısını bir qrupla toparlayalım. Allah bundan canı sağ eləsin. Biz pis olmamışıq Sözlərə rəhmət eləsin. Can sağlığı. Hamımız bir-birimizə qardaş. Sizin borcumuzdur qardaş. Xüsusi təşəkkür, xüsusi təşəkkür. Allah Hamımızın borcumuzdur. bütün şəhidlərimizə rəhmət eləsin. Sizin xüsusi yeriniz var, 2 nəfəriniz. Açığı mən yoxdur. Söz deyim. Bu Bəşir qardaşımız Allah can sağ olsun. Burada yığışanlar hamısı qardaşımızdır. Bu da mülkeks oldu. Elə bir dənə Bəşirin bir sözü oldu ki, Qarayıb belə bir yəni təklif var. Dedim təklif var bu arada qardaş. Mənim də sizə köməyim. Mən də sözün açığı həqiqətən də köməklik elədim. Yəni düzdür, əsas fəaliyyəti oldu əsl. Bəli. Sonra dalınla mən Davamsız buna da, kömək Təşəkkür elədim. ederim. Bugünkü gündə Allah rəhmət eləsin Seymur qardaş. Seymur yad elinizi Mən də biraz söz deyəcəm. Yəni o Seymur həqiqətən də Seymur oldu. Biz ona Rembo deyirdik. Rembo. Əsas Nəbi Qağa. Nəbi Bu vaxtda bu Nəbi Qağa kimi ad qoydular. Həqiqətən Reallıq budur. Allah rəhmət eləsin. Onun mənim yadımdadır, bir günləri 5-ci batalyonda yığışdılar ona yaş verməyə, 18 yaşı vardı. Ən yekun nöqtəsi
Ona yaş koydular ki bunun yaşı 28'den aşağı ola bilmez. 18 yaşı vardı. Yadınızdadırsa. Dediler ki bunun yaşı 28'den aşağı ola bilmez. Bu teze giden vaxtınız. Təyidəmaz. Ama ilişkinin qoydu. Bunun 94'te şəkili bilmirəm, var yoxsa yox. Var mı? O şəkili atın Bilala. Onu eləmi səbəb Demişəm, nəysə, Allah rəhmət Bağışlayın, mən də bir qardaş olaraq və sizlərin balaca qardaşınız olaraq mənim də ürəyimdə bəzi sözlər var. Düzdür, nə Seymur haqqında, nə sizin onunla birlikdə keçdiyiniz o döyüş yolları haqqında nə qədər danışsaq yenə də azdır, tutarmaz. Buna mən elə başa düşürəm ki, bir neçə dənə şair lazımdır ki, sizin keçdiyiniz yolları danışdıqca onlar sizdən şeirlər yazır. Allah razı olsun. Sizə mən Allah Taala'dan ən gözəl günlər arzulayıram. Çox sağ olun. Düzdür, heç kim istəməzdi ki, bu günlərin Seymurun məzarı üstündə gəlib burada toplaşasınız. Yəqin ki, onun özünün sonra da övladının xeyir işində hamı istəyərdi. Bu da bir qismətdir. Mən sizlərdən bir-iki söz deyim. Deməli, rəhmətlik özü öz əli ilə əkdiyi bağ vardı. Qarışıq meyvə, bir də çəkil bağı. Qarışıq meyvə, bir də çəkil bağı. Burada o yaşayanlardan bilər, bəlkə də Ziyəddin görər onu, bilər. Suludun özü. Uşaqlar dinləyək. Bu heç. Ondan sonra da biz elə Mehman qardaşda orada olub bütün şəhid ataları, Ağcabədi rayonu bütün şəhid ataları və qardaşları bir olaraq biz qarışıq şəhiddə Seymurun adı ilə ümumi şəhidlərin Eysan bağı əkmişik. 3 hektardan biraz artıq olar. Sizlərdən bir xahişim var ki, inşallah gələn illərim oranın bu il tək-tək olunu var. Gələn il yəqin ki, Allah salamatçılıq eləsin, daha yaxşı olar. Sizi belə bir şəkildə oradan o məhsulu yığıb və istədiyiniz harasa Eysan kimi aparıb paylamağı arzu edirəm. İnşallah. Çox sağ olun, qardaşlar. Təşəkkür edirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ olun. Sağ olun. وَالشَّمْسِ وَضُحَاهَا وَالْقَمَرِ إِذَا تَلَاهَا وَالنَّهَارِ إِذَا جَلَّاهَا وَاللَّيْلِ إِذَا يَغْشَاهَا وَالسَّمَاءِ وَمَا بَنَاهَا وَالْأَرْضِ وَمَا طَحَاهَا وَنَفْسٍ وَمَا سَوَّاهَا فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا قَدْ أَفْلَحَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا إِذِ انبَعَثَ أَشْقَاهَا فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُمْ بِذَنبِهِمْ فَسَوَّاهَا وَلَا يَخَافُ عُقْبَاهَا صدق الله العلي العظيم آمين يا رب العالمين اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر منصبة في الصراط جوازا ومن النار سترا وحجابا اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسlimat الأحياء منهم الأموات İlahi okunan Kur'an-ı Kerim'in ayələrinin və Şəms surəsinin səvabı ilə